Gəzəyən kişinin qızını almaram. Almaram, şəxsən getmərəm. Mən onun genetikasını şübhə eləyirəm. Bu genetikada mənim nəvələrim olacaq. Gəldi bu nəvəmin biri qız oldu. Babası da məlum məsələ. Bir dənə ətək buraxmayıb. Belə niyə bəs deyirsiniz ki, anası problemli olan qızı almıram? Mən anasına bax, qızını al məsələsində. Elə hazır atasına baxım, qızını alım da. Elə olsa evdə qalaram. Bax qızım, 23 xromosom bundan götürmüşəm, 23 dənə bundan. Elədi 46. Yarı hissəm atamdır, yarı hissəm anamdır. Niyə düşmüsünüz bu qadını? Niyə yenə qadın linçlənir? Elədir. Bəs niyə deyirsiniz qız nəvəm olsa? Oğlan nəvəmsi olsa? O da həmən şey. Prosta o bilirsiniz nə olacaq? Yenə cəmiyyətin dediyi kimi də Onlar öz silahı ilə alır. onları əcib yoxdur. Onlar üçün deyirəm ki, bu qız olacaq, qız nəvəm. Sonra başlayacaq belə bəbək anasından, bəbək babasından keçib elə. Niyə kişinin eyib yoxdur? Bu nə ilə göydən qızıl zəmbildən düşüb? Bu kim bu ixtiyarı verib ona ki, ona eyib yoxdur? Var, çox yaxşı da var. Bal kimi də var.